Hər vaxtınız xeyir olsun. Gözəl xanımlarımız, bugün hazırladığım belə bir gözəl həri tortunu sizlərlə də bölüşmək istədim. Allah bütün evə toy, nişan, həri qismət eləsin, xoş günlər qismət eləsin inşallah. Mən də belə bir gözəl tortu sizlərlə də bölüşürəm. İnşallah bu videomda sizə yararlı olar. İndi isə keçək tortumuza. Xanımlar, tortu axşamdan yığmışam. Tortun hər iki hissəsi hazırdır. Tortun tərkibi plan 1'dir. Videonun alt bölümündən xanımlar qanaşın hazırlanma qaydasını, biskvitin və hətta kremin də hazırlanma qaydasını bölüşərəm. İnşallah girərsiniz, siz də hazırlayarsınız. Tortun alt bölümünün xanımlar həm alt həm üst bölümünün hündürlüyü 12 santimetrdir. Bu ölçünü yenə də deyirəm, hökman deyil, mənim ölçülərimlə işləyəsiniz. Ola bilsin sizdən tortu biraz artıq istəyərlər, ola bilsin biraz əski istəyərlər. Odur, mən sizə öz hazırladığım ölçüləri deyirəm. Alt bölümü məndə 24'dür, üst bölümü 16'dır. Dediyim kimi hər ikisinin hündürlüyü 12 santimetrdir. Bu qayda ilə örtürəm. Hardasa 3-4 mm qalınlığında yayıram. Şəkər xəmirini çox da nazik yaymaq olmaz. Orta hissəsinə gördüyünüz kimi ağ şokolatı tökdüm. Və sonra elə görsənir ki, üst biraz hündürdür, alt alçaq. Xeyr xanımlar, eyni bərabərdədir. Eyni hündürlükdədir. Şokolad tökdükdən sonra tam onu bir-birinə, soyuq tortları bir-birinə tutur. Şokolad onu möhkəm saxlayır. Sonra üzərinə şərfini örtürəm. Qırmızı rəngdə şərfini bir tərəfli və kənar hissələrinə belə bir dekor qoyuram. İki tortun birləşən yerləri zazor qalmasın, tam örtülsün deyənə. Gördüyünüz kimi hər tərəfini örtdüm. Sonra isə Allahın əmri ilə, Peyğəmbərin izi ilə sözlərini kənarına qoyuram və tortu qoyuram soyuducuya. Dekorunu hazırlayıram xanımlar. Hər dəfə vurğulayıram ki, əvvəlcədən hazırlasanız dekorları daha gözəl olar. Yəni vaxt bölümündən məndə elə vaxt olmur. Yəni boş olan vaxtları hazırlayın, əvvəlcədən dekorları saxlayın. Belə bir penoplastırdan olan şardan istifadə edirəm. Yəni bunu hər kəs bilir ki, əgər mastikadan belə bir dairə yığsam çox ağır gələr. Onun üzərinə qəşəng şəkər xəmiri örtürəm. Çaydanın çay süzən yerini hazırladım. Biraz süzgəc yeri ağır olduğu üçün yumru qalmır, ancaq heç bir narahatçılığı yoxdur. Sonra isə çaynikimizin qulp hissəsini hazırlayıram. İstəyirəm bütün xırdalıqları izah edim. Heç bir qaranlıq qalmasın. Budur, çaynikin qapaq hissəsini hazırladım. Yumru dairə kəsdim, orta hissələrinə bəzək qoydum. Və sonra çaynikin qulpunu yapışdırıram. Heç bir geldən istifadə etmirəm. Adi suyu bir balaca şəkər xəmiri nəmləşdirirəm və çaynikin qulpunu qoyuram. Budur, demək olar ki, çaynikimiz hazırdır. Bax belə. Asan və gözəl. Sonra isə armud stəkanı hazırlayıram xanımlar. Armud stəkanında digər videolarımda dəfələrlə hazırlanma qaydasını izah etmişəm. İnşallah bir dəfə də hazırlayım. Kanalımın təzə qonaqları onlar da görsünlər. Nəlbəkinin orta hissəsini biraz nəmləşdirirəm və stəkanı da qoyuram. İndi isə belə bir qırmızı rənglə məftilin içərisinə, məftili daha doğrusu qırmızının içərisinə, qırmızı şəkər xəmirinin içərisinə salıram və elə bil ki, elə bir dekor hazırlayıram ki, çay süzən kimi olunsun. Qızılı kandirindən istifadə edirəm. Çaynikin üzərində qoyduğum butaları da qızılı rənglə rəngləyirəm.
Biraz da çayın için gözəllik qatar. Bax, belə bir gözəl Nəcim çayını çalındı. Dekorumuz da hazırdır xanımlar. İndi isə keçək dekoru bəzənməsinə. Bəyimizlə gəlinimizin baş hərflərini tortun ön tərəfinə yapışdırdım. Sonra onu da kənarlarını qızılı kandürenlə rəngləyirəm. Bax, belə bir gözəl nəticə alındı. Yavaş-yavaş xanımlar, bu videonun da axır hissəsinə gəlib çıxırıq. İnşallah bu videomdan da yararlansanız. Əgər kanalımı bəyənirsinizsə, bəyən düyməsini basmağı unutmayın. Öz dostlarınızla, tanışlarınızla kanalımı bölüşün. Allah'a əmanət olun. Allah bütün subaylara nəsib eləsin. Yeni videolarda görüşənə qədər dəstəyinizi əsirgəməyin. Hələlik.